Azəri Çıraq Günəşli, Şahdəniz, Ümid qaz yataqları. Dünyada neftdən sonra ən çox tələb olunan resurs məhz qazdır. Onun hasilatı isə heç də asan deyil. Uzun və zərgər dəqiqliyi tələb edən iş bir o qədər də səbr istəyir. Sonda yüksək keyfiyyətli məhsulun alınması üçün. Bu prosesdə də əsas missiyanı məhz qaz emalı zavodu həyata keçirir. Təbii qaz həm məişətdə, həm də sənayedə əvəz olunmaz resursdur. Qazdan alınan məhsullar isə həyatımızın olmazsa olmazını təşkil edir. 1961-ci ildə istifadəyə verilən zavodun fəaliyyəti olduqca çox şaxəlidir. Belə ki, müəssisədə təbii qaz, qaz benzini, texniki butanın və digər məhsulların istehsalı həyata keçirilir. Sadalınan məhsullar ayrı-ayrılıqda həm də xammal rolunu oynayır. Yəni alınan xammal karbamid, metanol, hidrogen, yanacaq, etilen, propilenin istehsalı üçün SOCAR-ın nəzdində fəaliyyət göstərən digər aidiyyəti zavodlara yönləndirilir. Qaz emalı zavodunda Azərbaycanda mövcud olan müxtəlif yataqlardan təbii qazın qəbulu həyata keçirilir. Amma neft daşları burada xüsusi vurğulanmalıdır. Bu arada evimizə gələn qaz da məhz qaz emalı zavodundan gəlir. 1986-cı ildə aparılmış yenidən qurma işləri nəticəsində zavodun təbii qazın emalı üzrə layihə gücü artırılmışdır. Zavodun hazırda layihə üzrə təbii qazın emalının illik istehsal gücü 35 bar giriş təzyiqdə 6 milyard 132 milyon standart kubmetr təşkil edir. Qeyri-sabit qaz kondensatının emalı üzrə ilkin layihə gücü 675 min ton il, sabit qaz kondensatının emalı üzrə isə layihə gücü illik 400 min tondur. Zavodun fəaliyyəti daimidir. Burada qurğular da, insanlar da fasiləsiz işləyir. Əsas sahə. Qazın emalı üzrə istehsalat sahəsi. Bu məkandan əlavə zavodda işin fasiləsizliyini və keyfiyyətini təmin etmək üçün daha bir sıra köməkçi sahələr də mövcuddur. Hazırda Azərbaycan qazı ilə isinən ölkələr sırasına İtaliya, Yunanistan, Gürcüstan, Serbiya, Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Şimali Makedoniya, Türkiyə daxildir. Bu sahədə potensialımız, nailiyyətlərimiz hər kəsə məlumdur, lakin hədəflər daha böyükdür. Gündən-günə müasirləşən dünyada yeniliklərə ehtiyac var. Qeyd etmək vacibdir ki, qaz kondensatı emalı qurğuları uzun müddətdir ki, işlək vəziyyətdə deyil. Buna səbəb xam mal təchizatının olmaması idi. Hal-hazırda xam mal qaz kondensatının mənbələri, tərkibi və səmərlilik araşdırmaları davam etdirilir. Gələcək layihələrimiz arasında qaz kondensatı qurğularının bərpa olunması və qaz kondensatı ilə təmin olunaraq iqtisadiyyatımızın şaxələndirilməsinə töhfə vermək əsas prioritetimizdir. Müəssisədə olub hamını maraqlandıran sualı da verməsək olmazdı. Zavodda hansı növ benzin əldə olunur və gələcəkdə keyfiyyətində artım gözlənilirmi? Zavodumuzda istehsal olunan qaz benzini istehsal parametrləri və keyfiyyət baxımından bütün normalara cavab verməkdədir. Lakin qeyd etmək lazımdır ki, bizim istehsal etdiyimiz benzin yanacaq kimi deyil. Yüksək molekulu birləşmələrin alınmasında xam mal kimi istifadə olunduğundan keyfiyyət normaları məişətdə istifadə olunan benzinin normalarından fərqlidir. Ekoloji cəhətdən qiymətləndirsək, təbii qaz digər yanacaqlarla müqayisədə ən ekoloji təmiz fosil yanacaq da hesab olunur. Daha az karbon dioksid emissiyasına malikdir. Yandırıldıqda kömür və neftə nisbətən atmosferə daha az karbon dioksid buraxır. Yandıqda his, kül və ya toksik maddələr əmələ gətirmir. Müxtəlif yataqlardan gələn qaz xüsusiyyətləri ilə də fərqlənir. Bəzi mənbələrdə kükürdlü birləşmələr və su buxarı da ola bilər ki, bu da qazın emalını mütləq şərt edir. Qaz rəngsiz və qoxusuzdur. Məişətdə və sənayedə sızmaların aşkarlanması üçün ona qoxu verici maddələr əlavə edilir. Belə, nəqliyyatda dizel və benzinin alternativi kimi istifadə olunan mavi yanacaq əslində nadir resursdur. Ölkəmizi Avropanın bir sıra dövlətləri üçün maraqlı və strateji tərəfdaş edən əsas amillərdəndir. Rəqsanə Qasımzadə, Namiq Ağayev, Sənan Kərimli, İTV Xəbər.